Bunu demişəm bu hədisi. Tarixdir, hədisdir. Əsmə'i bir də eşidək yaxşıdır. Əsmə'i deyir ki, mən Bəsrədə məsciddən çıxmışam, gördüm bir nəfər dəvə ilə gəlir. Baxdı, bilmirəm tanıyırmış bunu, ya elə belə. Deyir, hardan gəlirsən? Deyir, mən məsciddən gəlirəm. Deyir, orada nə oxuyurdunuz? Deyir, orada bizə Quran oxuyurdular. Quran ayələri danışdılar. Onları eşitdik. Deyir, dedi ki, o ayəni oxuya bilərsən mənə? Deyir, mən bu ayəni oxudum. Və Zariyatı əvvəldən oxudum, ta 22-ci ayəyə gəldim. Və fis-səmai rizqukum. Sizin ruziləriniz təyin olub göydə Allah saxlayıb. Deyir, bunu eşitcəyin, dedi, kəfani. Mənə bəs elədi bu. Kifayətdir. Deyir, dəvədən düşdü, dəvəsini satdı, onun pulun yoxsullara payladı, çıxdı, getdi. Deyir, mən də baxıram. Amma yadımda qaldı bu kimdir. Günlər keçdi, aylar keçdi, bəlkə illər keçdi. Günlərin birində mən Məscidül Həramda təvaf eləyəndə eşitdim Harun da gəlib həccə. Deyir, ona görə də baxırdım bir an o yana, görüm ki, düz eşitmişəm, Harun da buradadır. Deyir, bir an o yana baxanda mən bu adamı gördüm. Həmən adamı ki, o vaxt ona ayə oxumuşdum. Deyir ki, o da məni görcəyin tanıdı. Gəldi mənim yanıma, dedi ki, mən Allahın vədəsini gördüm, sizi bilmirəm. Yəni ki, sən ki, onu oxudun, mən dəvəmi də satdım, payladım. Allah ki, mənə vədə vermişdi, söz vermişdi ki, sizin ruzularınız təyin olub, o vədəni mən gördüm. Yəni, bu günə qədər mən ruzumu Allahdan almışam. Sonra deyir, mənə dedi ki, o ayədən sonraki ayələri də oxu mənə. O ayədən sonraki ayə budur. فَوَرَبِّالسَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ. And olsun Allah'ın zatına, göğün yerin Allah'ına. Haktır ki Allah sizin ruzunuzu təyin edib. Deyir, bu ayəni oxuyanda o halı pozuldu. Dedi, Subhanallah. Mən zəlləzi əğzəbəl cəlilə həttə hələf. Kim Allahı qəzəbə gətirib ki, inanmayıb bu sözə, ta inki Allah məcburiyyət qarşısında öz zatına and içib. Bəs buna inanmayan var. İnansaydılar ki, Allah o cür and içməzdi ki. Bəs buna deyəsən inanmayan var ki, Allah öz zatına and içir. Deyir, bu sözün qəzəbindən yıxıldı, rəhmətə getdi. Necə inanmırsan ki, Allah ruzunu təyin edib, ta inki Allah and içə öz zatına səni başa salmaq üçün? Bax, bu sözün dərdindən deyir, yıxıldı, rəhmətə getdi. İman başqa şeydir. O ki, insan danışır dildə, o başqa. Odur ki, Quran buyurur, bəzilər hərfidə, hərf, bilirsiniz də hərf nəyə deyərlər? Sözə deyərlər. Hərf, kəlmələrin hər bir hərfi olar, ha? Bax, onlar əlif hərfidir, bey hərfidir. Bunların hər birisi bir hərfidir. Deyir, bəzi adam hərfidə, sözdə iman gətirib. Danışanda deyir, bə, mən möminəm. Amma ürək hələ yox. Ürəkdə iman yoxdur. O ki, mühümmidir, budur ki, insanın ürəyində iman olsun. İnsan inansın ki, belədir məsələ.